Sabah xeyirli olsun, həftəniz bərəkətli olsun, dəyərli traderlər. Hər vaxtınız xeyir. Bugün may ayının 25-idir. Və səhər saatlarında bildiyiniz kimi qiymət sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi. Yəni 75 dollarlık bir yüksəliş oldu. Cümə günü yadınızdadırsa biz bu nöqtələrdə çoxlu buy əməliyyatları açdıq və qiymət aşağı doğru istiqamətlə davam etdirdi. Təbii ki, 4500'dən sonra satış əməliyyatlarımız oldu. Amma qısa bir gəlirlə nəticələndi. Amma alış əməliyyatlarımız qaldı və qiymət sürətlə birinci gün yuxarıda açıldı və yuxarı doğru istiqamətlə davam etdirdi və əməliyyatlarımız yəni uğurla bağlandı. Demək olar ki, səhər saatlarında yalnız və yalnız saat 3-də, 4-də, 5-də ancaq açdığımız əməliyyatları bağlamışıq. Ki, yəni daha yüksəkləri gözlürdük biz. Əslində, deyək 4614'lər, 4646'lar. Amma biz yəni 75 yox, 175 gözlürdük. Amma ki, belə nəticələndi. Yəni yenə 5-ci gün açdığımız əməliyyatlar uğurla nəticələndi. Gəlin bugün nədən danışarıq? Yəni qızıl bugün həmin bu gepi bağlayacaqmı, yoxsa bağlamayacaqmı sualına gəldidə isə əslində satış əməliyyatları 4550'lərdən bazara girmək olar. Yəni hardasa bir 10-15 dollarlıq bir eniş üçün nəzərdə tutulur. Alışlar isə 4571'dən gələcək. Gümüşə gəldikdə isə gümüşdə də bizdə 5-ci gün alış əməliyyatları var idi. Və qiymət 75-140'lardan aşağı formalaşmadığı üçün biz alış əməliyyatlarına üstünlük verdik. Yəni bugün emmə ehtimalı qızılda 4522'lər və alışlar isə hədəf olaraq 4586'lardır. Yəni bunu nəzərdə saxlayın. Əsas alışlar dediyimiz kimi 4570-71'lərdən gələcək. Gümüşdə isə alışlar hansı nöqtələrdən gələcək gümüşdə? Gümüşdə də biz təqribən belə bir trayektoriyada üçbucaq çəkək və qiymətin 78-100'lərdən alışları gələcək və satışlar isə 72-200'lərdən gələcək. Euro dolar gəldi isə euro dolarda yuxarıda gaplə açıldı və yuxarı doğru istiqamətlə davam etdirdi. Bugün böyük ehtimalla yəni xəbər zəif xəbərlərdir, yoxdur xəbərlər və biz alış əməliyyatlarını 1.16-400'lərdən, satışlar isə 1.16-300'lərdən. Funtun olan rəqabətində də alışlar hansı nöqtələrdən alışları verə bilərik? Yəni alışlar 1.34-850'lər, satışlar isə 1.34-650'lərdir uşaqlar. Bitcoin'ə gəldidə isə Bitcoin 5-ci gün sürətlə qalxdı. Yəni mükəmməl bir nəticə verdi. Yəni bugün nələr edəcək? Yəni 77-500'lərdən deyək, alışlardır. Satışlar amma biraz aşağıdan uşaqlar 76-400'lərdən gələcək. Keçək biz digər cütlüklərə. Digər cütlüklərdə biz neftə baxaq. Neft sürətlə aşağı doğru istiqamətlə davam edir. Gaplə açıldı. Yəni hədəf olaraq 96-80'lərdir və 93-74'lərdir. Eyni zamanda uşaqlar 89'lar və 84'lər var. Alış əməliyyatları üçün günün ikinci yarısından sonra yalnız 101'lərdən gələcək alışlar. Nasdaq S&P Dow Jones DX'lər isə ümumi istiqamətdən yuxarı doğru istiqamətlə davam etdirdilər uşaqlar. DAX da gaplə açıldı, yuxarı doğru istiqamətlə davam etdirdi. Dow Jones demək olar ki 51.000'ə dəydi. DAX yuxarı doğru 25.400'lərə fokuslanıb. Sonra Nasdaqdakı demək keçdi
28 mindən keçdi 30 min. Yəni artıq deyək ki 30 minə yaxınlaşır. S&P də ki hədəf olaraq bütün hədəfləri qırdı. 7458-dən sonra 2 hədəf 7800-lərdir uşaqlar. Belə biz yenə keçək qızıla. Qızıl bugün hansı trayektoriyada hərəkət edəcək? Yəni qiymətin 4550-lərin aşağı formalaşmasında, yəni 10-15 dolları bir aşağı gələr. Bu normaldır. Yəni bunun üçün də biz nə etməliyik? Bunun üçün bazara yem atmaq üçün uşaqlar. Bazara yem atmaq üçün belə bir şeyləri. Qaçılmaz hədəf. Satışları isə 4550-lərdən açarıq rahat bir şəkildə. Belə hamımıza uğurlar uşaqlar. Görüşmək ümidi ilə.